Salam uşaqlar. Bugünkü mövzumuz sizlə polikondensləşmə yolu ilə alınan liflərdir. Lif. Bir dəqiqə. Liflər. Əla. Liflər əyrilmə və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlər sayılırlar. Liflər təsnifatına görə iki yerə bölünürlər. Təbii liflər, bax qeyd edirik buradan. Təbii liflər. Bir də kimyəvi liflər. Təbii liflərin özləri bölünür iki yerə. Bitki mənşəli liflər və heyvan mənşəli liflər. Bitki mənşəli liflər hansılardır? Pambıq, kətan. Heyvan mənşəli liflər hansıdır? Yun, ipək. Kimyəvi liflər hansılardır? İki yerə bölünürlər bunlar. Süni liflər və sintetik liflər. Süni liflərə triasetil, selluloz, asetat ipək, viskoz ipək, sintetik lifləri isə kapron, lafsan lifi, nilon lifi, enant lifi kimi lifləri misal göstərə bilərik. Deməli, indi isə sırf sizlə keçdik. Liflərdə hansı qruplar var? Liflərdə var poliamid qrupu var liflərdə. Poliamid qrupu var. Bir də liflərdə var poliefir qrupları. Yəni bunlar hansılardır? Əgər biz liflərdə bax bu qrupu görsək, biləcəyik ki, poliamid qrupudur. Yox, liflərdə biz bax bu funksional qrupu görsək, biləcəyik ki, poliamid, yəni poliefir qrupudur. Poliamidlərə aiddir nilon lifi, kapron lifi, enant lifi, kevlar lifini misal göstərə bilərik bura. Deməli, lafsan lifi isə poliefirlər sinifinə daxildir. Birinci gəlin sizlə başlayaq ilk öncə kapron lifin alınmasına. Kapron lifin alınması üçün bizə deməli etta-amin kapron turşusundan, yəni 6-amin heksan turşusundan istifadə etmək lazımdır. Deməli, ilk öncə yazırıq 1, 2, 3, 4, 5, 6. Bax, gördünüz, qəşəng. Və burada alfa, beta, gamma, sigma, epsilon. Epsilon, amin. Və bunu bir yerə yıxsaq, CH2-dən 1, 2, 3, 4, 5, C, O, OH və qıraqda NH2. Və epsilon, amin kapron turşusundan istifadə edirik. Və yaxud da 6 amin nömrələsə isə başdan nömrələyirik. 1, 2, 3, 4, 5, 6, 6 amin deməli heksan turşusu. Bunu almaq üçün hansı metoddan və necə istifadə etmək lazımdır? Deməli, polikondensləşmə yolu ilə bunlar birləşirlər. Polikondensləşmə yolu ilə birləşmək nə deməkdir? Yəni, baxırıq, 2 hidrogen atomu birləşdi. Bir azotda CH2-dən 5 dəfə COOH N sayda və onun üzərinə yenə də N sayda, bax gördüyünüz kimi N sayda, yenə də eyni turşunu gəlirəm. Bu monoamin, buna karbon turşusudur. Fikir verin. Buradan bir su molekulu, deməli N sayda su molekulu çıxdı. Üzərinə gələk yerdə nə qaldı? NH, deməli CH2-dən 5 dəfə, CONH, CH2-dən 5 dəfə, COO. Və beləliklə mən hansı lifi aldım? Mən aldım buradan kapron lifini. Baxın. Və onu qısa şəkildə biz bu cürə ispat edib göstəririk. CH2-dən 5 dəfə, COH və buna deyirik nə lifi? Buna deyirik kapron lifi. Deməli, kapron lifi sənayedə adətən etta-amin kapron turşusundan deyilir. Onun molekul daxili dehidratlaşmasından alınan kaprolaktan polimerlərindən də alına bilər. Sonra ikinci, biz sizə deməli ikinci lif kimi enant lifini göstərə bilərik. Həm də sizə bir söz deyim ki,
Kapron lifi yüksək dərəcədə möhkəmliyi ilə yanaşı sürtünməyə, çoxlu sayda deformasiya təsirinə qarşı davamlılığı ilə xarakterizə olunur. Nəmi çəkmir turşulara, amma kapron lifi turşuların təsirinə az davamlıdır. Kapron lifi temperatura davamlı deyil. Deməli, məhz buna görə də o kaprondan hazırlanan məhsullar çox isti ütü ilə ütüləmək təbii ki olmaz. Kaprondan hazırlanmış koftalar, xalça məlumatlar, üzlük parçalar hazırlanır kaprondan. Kapron lifinin balıq tutma torlarını, süzgənc materiallarını, avtomobil təyyarə şinləri üçün kort hazırlanır və s. və ilaxır ki, misal göstərə bilərik. Həm də kapron lifi poliamid deməli liflər qrupuna daxildir. Poliamid liflər qrupu o deməkdir ki, siz kapronda artıq kapron lifində bax bu funksional qrupun olduğunu açıq görə bilirsiniz. İkinci sırada gəldi bizim enant lifimiz. Omega amin enant lifindən söhbət gedir. Buna ötürü CH2, deməli CH2, 1, 2, 3, 4, 5, 6, 7, deməli bizim 7 karbonumuz var və axırıncı NH2 qrupu qoyuruq. Nömrələri alfa, beta, gamma, sigma, epsilon, omega. Omega amin enant turşusundan söhbət gedir. Omega amin enant turşusunu bir yerə yığsaq, CH2-dən NH2. Bir yerə yığaq bunu. NH2, CH2-dən 6 dəfə COOH. Bax, gördüyümüz kimi. Deməli, indi isə gəlin bundan biz birlikdə enant lifini alaq. Enant lifini almaq üçün bizə 2 dənə, yenə dediyimiz kimi, nə lazımdır? 2 dənə yox, en sayda və yaxud da ikinci adını demədim sizə 7 amin, deməli, enant yox, 7 amin heptan turşusunun polikondensləşməsi də deyilir. Yazıram, deməli, bax, bura gördüyümüz kimi 6COOH, üzərinə yenə də gəlirəm, NH, CH2-dən 6 dəfə COOH, gördüyümüz kimi OH, HOH, en sayda su molekulu çıxır. Üzərinə gələk azot H, CH2-dən 6 dəfə CO, NH, CH2-dən 6 dəfə COO. Və mən beləliklə kapron lifini enant lifini əldə elədim. Onu da qısa konkret, bax bu cürə yazırıq konkret şəkildə. Yenə gördüyümüz kimi poliamid qrupu bura daxildir enant lifinə. Və salam, yəni. Sonra, yəni burada polipeptit, poliamid, polipeptit liflər deməkdir. Sonra isə 3-cü sırada gəldik neylon lifi. Deməli, kapron lifini və enant lifini almaq üçün biz eyni sayda demək olar ki, nədən istifadə elədik uşaqlar? Eyni sayda istifadə elədiyimiz monomer eyni monomerlər oldu. Amma neylon lifini ifadə eləmək istəyiriksə, neylon lifini almaq üçün bizə terftalt adipen turşusu lazımdır. Bir də heksametil diamin lazımdır. Adipen turşusu, bax, məsəl üçün bu cürə yazılır. CH2-dən 4 dəfə COOH. Aysa biz heksametil diamini istəyiriksə, burada 2 dənə amin qrupu olan heksametilyan deyəndə 6 NH2-dən istifadə olunur. Hər iki nümunədən istifadə eləməklə biz sizə neylon lifini alacağıq. İndi gəlin görək, neylon lifini necə əldə eləmək mümkündür. Deməli, birinci yazıram adipen turşusu, en sayda adipen turşusu. HOOC. Deməli, CH2-dən 4 dəfə COOH. Üzərinə gələk, en sayda, bax belə, CH2-dən 6 dəfə NH, bax belə yazırıq. Və buradan nə əmələ gəlir, onu deyək sizə. Deməli, turşudan OH, HH, 2 en sayda buradan nə çıxır? Su çıxır. Üzərinə gələk. Deməli, karbon O, CH2-dən 4 dəfə CO, NH, CH2-dən 6 dəfə NH.
Bax belə. Və beləliklə mən buradan əmələ gətirdim. N-sayda, söhbət N-sayda gedir. Onsa zaten hamısı N-saydadır. Və biz buradan əmələ gətirdik nə lifini? Neylon lifini. Gördüyümüz ki, neylon lifində də polipeptid qrupu var və deməli neylon lifində də olduğu kimi, amma neylon lifinin ki, burada metilin qrupunun sayı 6 dənədir. 4 dənə CH2 burada, 6 dənə CH2 burada. Bax gördüyümüz kimi 10 dənə metilin qrupu var, amma kapurun lifində 5 dənə metilin qrupu var. Enat lifində də 6 metilin qrupu var, amma neylon lifində isə 10 dənə metilin qrupun olduğunu müəyyən eləyə bildik. İndi isə gəldik sizdən deməli lafsan lifin alınmasına. Lafsan lifi xətti quruluşludur. Əsas zəncir karbon və oksigendən ibarətdir. Mürəkkəb efir funksiyasını daşıyır. Çox möhkəmdir. Dağılmayan işığa təsirlidir. Deməli dielektrikdir. Tuşlara, qərəvlərə çox davamlıdır. Sonra nə deyə bilərik? Lafsan məhsul möhkəmliyini başqa liflərlə gigiyena tələblərinə uyğunluğunu təmin edir. Lafsandan olan parçalar əzilmir. Nətər deyim sizə? İstehsalı çox keyfiyyətlidir. Ondan kanatlar, sonra süzgənc parçalar, yanğın əlcəklər və s. hazırlamasında çox geniş istifadə olunur. Deməli, lafsan lifini almaq üçün biz nədən istifadə eləməliyik? Lafsan lifini almaqdan ötəri bizə lazımdır, deməli, diqqətlə baxaq. Üzərinə gələk. N-saydadır. Üzərinə gələk. Etilin glikol. N-sayda. Və bu zaman su molekullarının çıxdığını müşahidə edirik. 2 N-sayda su molekulu çıxır. Üzərinə gələk. CO. Deməli, gördüyümüz ki, burada testə düşə bilər ki, aromatik birləşmə hansı liflərdə mövcuddur? Aromatik birləşmələr mövcuddur. Yadınıza saxlayın lafsan lifində və belə. N-sayda və beləliklə mən hansı lifi aldım? Lafsan lifini. Və gördüyümüz kimi lafsan lifində hansı qrupun olduğunu müşahidə elədiniz? Deməli, poliefir qrupunun olduğunu müşahidə elədiniz. Lafsan lifinin deməli, ikinci adı PET də deyirlər. PET sözünün mənası nə deməkdir? Polietilin tereftal birləşməsi. Sonra dakronda adlandıra bilərik lafsan lifini və bir sözlə çox vacib liflərdən biri sayılır. Daha sonra isə bizim deməli dərsliklərimizdə hər zaman verilən bir kevlar lifi var. Kevlar lifi davam elədik. Kevlar lifini almaq üçün bizə aromatik dikarbon turşusu, yəni tereftal turşusu lazımdır. Bax, tereftal turşusu lazımdır. Aha, tereftal turşusu lazımdır. Və bizə bir də kevlar lifini əldə eləmək üçün bizə lazımdır heksametil, deməli, həm də onu deyim ki, kevlar lifi poliaromatik amid sayılır. Bir də bizə lazımdır aromatik amid 1,4 benzol diamin lazımdır. Benzol 1,4 diamin. Deməli, bunu əldə eləmək üçün bizə bax belə birləşməni çəkək. N-saydadır hər ikisi də. Deməli, buradan yenə su molekulları ayrılır. 2 N-sayda su molekullarımız ayrılır və əmələ gələn birləşməni çəkirəm sizə. Və beləliklə alınan lifə nə lif adını qoyuruq? Deməli, kevlar lifi, poliaromatik amid lifi sayılır. Sonra, bax bu qədər. Yəni, mən bacardığım qədər sizə bunu izah eləməyə çalışdım, uşaqlar. İnşallah ki,
Bitirdiğim selifler dersini tam anlamış olarsınız.